Ailəmə təşəkkür edirəm, çünki sizin varlığınız mənə dualarımın cavabıdır. Ailəmə təşəkkür edirəm, çünki sevdiyim bütün gözəlliklər sizdən başlayır. Ailəmə təşəkkür edirəm, çünki mənim üçün evin istiliyi sizin qəlbinizin istiliyidir. Ailəmə təşəkkür edirəm, çünki məni mən olduğum üçün sevirsiniz. Ailəmə təşəkkür edirəm, çünki yorulduğum anlarda mənə güc verirsiniz. Ailəmə təşəkkür edirəm, çünki sizinlə nəfs alıram. Ailəmə təşəkkür edirəm, çünki haradasam yenidə sizə dönürəm. Ailəmə təşəkkür edirəm, çünki hər uğurumun arxasında sizin dualarınız var. Ailəmə təşəkkür edirəm, çünki siz mənim üçün dünyanın ən böyük xoşbəxtliyiksiniz. Ailəmə təşəkkür edirəm, çünki mənə səbr etməyi, mərhəmətli olmağı siz öyrədirsiniz. Ailəmə təşəkkür edirəm, çünki varlığınız mənə güvən bəxşidir. Ailəmə təşəkkür edirəm, çünki hər zaman arxamda ağ kimi durursunuz. Ailəmə təşəkkür edirəm, çünki mən kimə çevrilmişəmsə onlara sevgisi ilə çevrilmişəm. Ailəmə təşəkkür edirəm, çünki sizin varlığınız ruhuma sonadədir. Ailəmə təşəkkür edirəm, çünki mənə dəyərli olduğumu hiss etdirirsiniz. Ailəmə təşəkkür edirəm, çünki sizin sevginiz məni həyatda dik saxlayır. Ailəmə təşəkkür edirəm, çünki həyatda düzgün yolu mənə göstərir. Ailəmə təşəkkür edirəm, çünki çətin anlarımda yanımda olmusunuz. Ailəmə təşəkkür edirəm, çünki hər addımda mənə dəyan olurlar. Ailəmə təşəkkür edirəm, çünki həyatın ən gözəl dərslərini sizdən öyrənirəm. Ailəmə təşəkkür edirəm, çünki nə qədər çətinlik olsa da birlikdə keçirik. Ailəmə təşəkkür edirəm ki, çünki yıxılanda ilk siz tutursun əlimi. Ailəmə təşəkkür edirəm, çünki heç vaxt bacarmazsan demirlər, əksinə sənə inanırıq deyirlər. Ailəmə təşəkkür edirəm, çünki heç bir şey istəmədən hər şeyi verirsiniz. Ailəmə təşəkkür edirəm, çünki siz məni yaxşı bir kimi yetişdirməyə əziyyət çəkirsiniz. Və mən Rəvanə müəllimə. Bu gün bu əyləşdiyim stul sadəcə bir oturacaq deyil mənim üçün. Bu stul illərlə çəkdiyim zəhmətimin, yuxusuz gecələrimin, əziyyətimin bəhrəsidir. Bu stulda əyləşmək sadəcə bir peşə qazandırmadı mənə. Mənə həyat fəlsəfəsi yaşadır. Öyrətməyi, sevgi ilə yol göstərməyi, işıq olmağı. Və bu yolda hər addımda yanımda olduğu üçün mən də ailəmə sonsuz təşəkkür edirəm. Ailəmizə təşəkkür edirik.